1 mol asetilen üstünə 1 mol X gəlmişik. Burada da olub Y maddəsi və deyir ki, hansı reaksiyada Y maddəsinin cis-trans izomeri var deyir. Baxın, asetilenin üstünə natrium gəlsəm. CH üstəgəl natrium. Məsələn, 2 mol eləsək. Əvəz etmə reaksiyasıdır. Natrium hidrogenləri əvəz edir. Burada cis-trans olmayacaq. Hidrogen çıxır. İkinci reaksiyada asetilenin üstünə CH üstəgəl H2 olacaq. CH2. 2 dənə hidrogeni var. Eyni cis-trans olmayacaq. Asetilenin üzərinə gəlsəm H-xlor alınacaq. Vinil xlorid. CH2, CH xlor. Hidrogen bir tərəfə. Burada da 2 dənə hidrogeni var. Cis-trans olmayacaq. CH asetilenin üzərinə xlor gəlsəm, deməli CH rabitənin biri qırılacaq, xlorlar bura birləşəcək. Bu karbonun məsələn, bax belə yazsaq, hidrogeni var, xloru var, hidrogeni var, fərqlidir. Bəli, cis-trans izomeri olacaq. Suda da olmayacaq. Suda da burada H, bunun məsələn oksigen eləsəm, bu ikinci variantı HOH. Burada OH olacaq, spirtdə olacaq, o da olmayacaq.